Salamlar dostlar, necəsiniz? Mən Hamid bu videomda hoş geldiniz dostlar. Hər birinizi salamlayıram dostlarım. Necəsiniz? Neyiniz? Keyfiniz, əhvalınız necədir dostlar? İnşallah hər şey yaxşıdır. Gördüyünüz kimi yepyeni bir videoyla yeni bir Strike Ops'un 3. bölümüyle karşınızdayım dostlar. Gördüğünüz gibi artık yani birinci bölümü çektim, ikinci bölümü çektim ve artık gördüğünüz gibi 3. bölümdeyiz yani gedir yani bölüm deyamır dostlar. Her bölümü her an gelecek. Ben artık gördüğünüz gibi 3. bölümü çekirik. Ben dostlar sizinle birlikte video kesmeden önce bilirsiniz ne lazımdır. Bugün neyse video enerjiyle başlamışam. Siz de videoma bakın, enerjili olun. Hemşe enerjili olun dostlarım. Video kesmeden önce bilirsiniz ne lazımdır. Like atıp abone olmayı, bilişleri açmayı unutmayın. Attığım videolara haberdar olasınız ve like atıp abone olmayı unutmayın. Dostlar neyse dostlar, çok uzatmadan videomuza geçelim. Ve artık Strike Ops'un 3. bölümünde karşınızdayım. Dünən dostlar izlemeyenler benim videomu yani mütləq izlesinler. Stick Wars Legacy 1. bölümünü çektim. Bugün ise Strike Ops'un 3. bölümündeyiz artık. Bəli dostlar, gördüğünüz gibi çok uzatmadan geçen 2 bölümde yeni haritayla, yeni harita olan solo modda oynadık dostlarım. Bəli, sizinlə birlikdə keçən dəfə dostlar solo modda oynamışdıq. Təkli də yəni hamı tək idi, 4 nəfər, 6 nəfər, ofisdə, baseyndə falan o xəritələrdə. Və indi isə görək ondan sonra nə gəlir ya, hekayələrə başlayarıq falan. Görək nə var, nə ala biləcəyik, nə modu seçib oynayacağıq və onu isə indi birazdan video keçib edəcəyik dostlar. Bəli dostlar, artıq videomuza, oyunumuza keçdik. Yəni dostlarım, abunə olun, like atın. Kanalımız daha da yaxşı inkişaf edib, daha da yaxşı böyüsün və uğurlara daha da yaxşı nail olaq yəni. Bəli dostlar, burada bir çevirməcə var. Gördüyünüz şey, hər gün bu yenilənir, hər video çevirir. İstəyənmədim. Neyse bu ömşete ziyardıydı, gecik yanı neyse. Bəli dostlar, bir dostumuz da bu arada yazıb ki 4 vs 4 online'dı yani. Dostum belə yazmışdı. Yəni ona görə güclülər falan vururlar. İndi mən də internet gördüyünüz kimi bağlıdır internet. Mən də interneti bağlamışam. Və indi isə əvvəlcə 4 vs 4 oynamayacaqdım. Onu keçən 1. bölümdə oynamışdıq. Və indi isə 2. bölümün video yorumunda yazmış dostlar. Elə olur. Və görək həqiqətən də yəni o online interneti bağlayıb yoxlayıram. Yəni o online isə məncə başlamaz da onda. Online internetsiz deyil, online internetdə olur. Və onu da sizinlə birlikdə biraz da yoxlayacağıq. Məncə online deyil də, yəni adlar falan eyni olur həmişə. Yəni də baxarıq dostlar, yoxlayarıq. Neyse, burada da bir çevirməcə var, onu da çevirdik. İnşallah bu pompalı çıxsın mesela. Həmişə bax buradan heç nə çıxmır da dostlar. Pul verir. Siz bu oynuyorsunuz mu? Siz bu pompalı çıxarda bilmişsinizmi? Silahlarınız necədir? Silah skinləri, sonra necə deyim? Karakterler falan bölümü zaten bitirmişsiniz mi, oynuyorsunuz mu, oynamışsınız mı, ne hoşunuza gelir, ne hoşunuza gelmir, her bir fikrinizi dostlar yorumlarda bölüşebilirsiniz şərhlər bölməsində. Bəli dostlar, ve artık dostlar pulumuz gördüğünüz gibi çatır ve biz de daily günde verirdi ya yani dostlar pul falan ve 7. günde de UMP'ni verirdi. Ve dostlar işte o an geldi. İşte o an geldi. İşte o an geldi. Ve dostlar sizinle birlikte pulları alırız. Ve 7. gün UMP 45 silahı. Hayırlı olsun. UMP silahını aldık dostlar. Axır ki 7 gün oyuna giriş elədik və UMP silahını aldıq. Və bunu da yeni bir modlarda, xəritələrdə falan sizinlə birlikdə yoxlayacağıq. Görək UMP oynamışam UMP-ni hər oyunda çox bilirəm. Adında falan hər şey bilirəm. Görək bu oyunda necə səsi falan necədir də yəni. Necə gidəcək onu da birlikdə sizinlə birlikdə oynayacağıq. Bəli dostlar, UMP-ni aldıq və gördüyünüz kimi pulumuz da artıq var. Yetərincə var və burada armory deyirik. UMP'miz de artık var. Hoş geldin UMP. UMP'yi de artık açtık ve bunun sen skinlerine bak. Bunun sen necə deyim desenlerine bak arkadaş. Bak bu laf bu zordu da yani özü de kardeş. Bak bu inan bak bu qəşəngdir.
Bu mənə sadə kimi gəldi, amma bunlar özü, bu lap özüdür yəni. Bəli dostlar, və artıq sizinlə birlikdə gördüyünüz kimi UMP-ni aldıq və sizinlə birlikdə pulumuz çatır. Bəli dostlar. Bəli dostlar, çatır pulumuz. Buna da çatır mı? Bəli dostlar, gördüyünüz sizinlə birlikdə UMP-yi də aldıq və artıq P90 da aldıq. P90 da xoş gəldi. P90 da açdıq. Xeyirli olsun yazın dostlar yorumlara. Və dostlar gördüyünüz kimi P90 UMP silahını açdıq dostlar. Həm UMP, həm P90 ikisini də aldıq dostlar. Gördüyünüz kimi yəni ikisi də pulumuz. Birini belə pulsuz verdilər, birini də pul birikdirdik, yığdıq və P90'ı da aldıq. Artıq bunlar necə yəni kuşanacaq? Yəni bunlar hamısı kuşanılır dostlar. Neçədən alsan hamısı kuşanacaq. Orada seçmək olur da yəni. Başa düşdüm. İndi biz də dostlar bu bölümdə yəni bu silahlarla oynamışıq. Gördüyünüz kimi. Bu bölümdə UMP ilə P90 oynayacağıq daha çoxlu. Məncə bunlar bu əslində başqa oyunlarda məsəl üçün yaxıncındır UMP ilə P90. Görə bu oyunda uzağa gedir, yoxsa yaxıncın deyil. P90 deyə bilmərəm, P90 bəs uzağa da gedir. Free Fire məsəl söylədi dostlar. Amma UMP yaxıncın da demiyorlar. Bəli dostlar, növbəti hədəfimiz budur dostlarım. İnşallah bir belə pul toplamaq var, toplayarıq da. Scar açacaq, Scar. Bu necə Scar? Bu necə parfol oxşadı. Böyük bir Scardır, bu necə? Scar 20'dir. Bu M7'dir bu. Akrep. PUBG oynayanlar akrep. M4A1'dir bu. Bu pompalı Sabidov'dur. AVM. O AVM ucuzdu ki bunun. AVP yazdı burada. AVP yazdı. Düz yazmıyorlar yani dostlar. Ve dostlar bunlar belədir. Bəli dostlar. Mən istəyirəm AVM-ni alaq da yəni. Bir pul toplayarıq. AVM-ni alarıq dostlar. Sizinlə birlikdə açarıq. Bunun desenine bak. Zordur. Bak bu zordur. Bak bir de bu da zordur. Visi yok qaqaş. Bak bunlar. Bunlar zordur. Bunun deseni bir dənə var idi. Bak bu qəşəng. Bunları gələk sandıqdan çıxar. Bunu ise pulla almaq olur. Bu da ki sevdiyimiz desen değil. Bəli dostlar çox uzatmadan artıq videomuza keçək. Bu nədir əlimizdəki silah? Əlimizdəki silah değişdi ki. AK tutmurdu bu. Bəli dostlar P90 UMP-ni artıq aldıq və onun indi oynayacağıq. Bəli dostlar indi keçək oyunumuza. Və birinci onu yoxlayaq ki, görək internetsiz olur deyə. Bir dənə dostumuz yazmışdı ki, online'dır. Başladı da online deyil deməli. Teyan başladı. Başladığı üçün online'dır. Biz bunu oynamayacaqdıq. Biz çıxırıq. Və biz bu solonda oynadıq. Keçən dəfə hər bölümünü belə. Və burada survival, hayatta qalma. Dark Jungle, Zombie City. Bana bu sandığı verir. Və gördüyünüz kimi hayatta qalma oynuyoruz. Və 2 dənə modu var. Dark Jungle, Zombie City. Dark Jungle nədir dostlar? Yəqin bunu da yoxlayaq. Yəni ki bu da deyəsən zombilər gəlir üstümüzə. Biz onları vurma, öldürəcəyik falan. Görək bu necə moddur. Neyse. Keçək. Həm də ki yeni silahla UMP ilə P90 ilə yoxlayaq dostlar. Görək necə vurur falan. Həm də yeni modda yoxlayaq. Samaritan düşmə. Paraşütlə falan düşürmüş. Hadi yanımızda dostumuz var. Dostumuzlandır. Bəli dostlar UMP ilə davam edirik. Oydu bu nə qəşəng silahdır. Buna baxın dostlar. Buna baxın. Çox əla silahdır. Olsun göyə. Bəli dostlar əla. Artıq çox silahdır ya.
boss appears cool'dur. Boss'un gəlməyinə deyəsən belə tutardı. Keçək belə olsun. Boss'un gəlməyinə 50 saniyə var dostlar. Artıq dostumuzun canı çox az. Dostumuz öləcək artıq. Gəlirlər dostlar. Bunlar dayan. Bunlar hərəkət. Gələcəyimiz varsa görəcəyimiz də var. Dostlar. Və dostlar. Bunlar da artıq dostumuzu öldürdülər və artıq dostlar boss'un gəlməyinə də 20 saniyə qalıb. Gördüyünüz ki ayağı belə qaldı. Gələ burada. Boss 1 saniyə. Boss geldi. Oydu. Boss'a bak. Boss'a bak. İnşallah udarıq. Boss bakın budur. Biz boss'u vurmağa çalışıyoruz. Bunlar çok diye kokuş. Bir de bomba. Bir dəfəli yalnız. Headshot. O MP ilə. Ayda güllələ qutarı baxı. Sadece boss olsaydı dostum bile adamlar da olardı. Nasıl yardır kaç. Gelmeyin. Kaç. Olmaz. Biz hara geliyorsun? Olmaza geliyor. Uzman dostlar. Hayır. Yaxşı, sıkışma. Hara gelirsiniz? Bakın boş olsaydı sadece. Hamısı öldü. Bu yok. Basın. Can kitimiz dostlar. Bu yaxşıdır amma. Görə boss'u da biləcəyik. Kaç. Ya dostlar sizler ses seçilen burada. Vurma. Artık canı gördüğünüz gibi azaldı, çok azdı. Biz de canımız azaldı, bizim canımız azaldı. Kas. Ay bunlar da el çekimli. Bunlar balıcılar da el çekimli. Bunlar görmedi. Kas. Gördüğünüz canı çok azaldı. Yani bu yaxşı. Ölür demək olar dostlar. Ölsək canımız qurtarır. O dostlar artıq ölmək üzrədir. Ölür. Ya dostlar ölür. Dost demək o candan bir işinə çok getir demək olar. Əsəbləşdilər və öldü. Bu ölmədi. Və dostlar buradaca da oyunu kazandı. Öldü. Ölmə animası yok falan olmadı. Ama canı kurtarır üstümüze. O biraz pis oldu dostlar da. Yani onu qəşəng düzəlməyiblər o biraz baxımdan. Canı kurtarıb yani yine üstümüze göre ama Victorious. Neyse dostlar öldürdüğüm bunda axır ki oydu. Çok çətin oldu yani.
Dostlar gördüyünüz kimi UMP-ni də yoxladıq, superdir. P90 silahını da yoxladıq, superdir. Və 2 dənə silah artıq aldıq, açdıq. Biri pulla, biri ücretsiz verdik, keşedincə verir dostlar. Bəli dostlar, indi şey də elədik. Boss da gəldi, o bossu da öldürdük. Baltalı boss gördüyünüz kimi. Zombilərin başçısı boss gəldi. Və dostlar bitirdik də yəni. Difficulty collect. Və dostlar gördüyünüz kimi bossu utduğumuza görə, qazandığımıza görə bossu ödül olaraq da dostlar 2 dənə bomba, 2 dənə can içdi, 8000 də pul verir dostlar. Və bunu da birlikdə alaq. Bu nədir? Video nə biləcək bu heç. Və difficulty B. Və oha 10.000 pul şey verir dostlar. 2 çanta bomba verəcək, 3 dənə də can kiti. Dark Jungle B, Difficulty B. Yəni asan, yəqin normaldır. B belə gedir. Və dostlar burada da Difficulty, yəni zorluq da demək olar. Yəni desən zorluq deməkdir. O da ki D Zombie City. Gələn bölümdə dostlar həyatda qalma survivalın. Yəni bu həm də yaxşıdır, dostumuz olur bir dənə yanımızda. Dostumuzla düşürük samoyutdan, paraşütlə və geri zombilər öldürməyəcək. Dostumuz çünki daha tez öldü. Avengers dostumuz var idi. Dostlar o tez öldü yəni. Biz tək başına zombini artıq məğlub elədik falan. Və gözəl bölüm oldu da bu məncə. Gözəl o. Bu da gözəl bir oyun oldu, bölüm oldu. 3-cü bölümün sonuna gəldik dostlar. Gələn bölümdə Zombie City Difficulty D bölümü gələcək. 4-cü bölümdə yəni. Onu da mütləq gələcəkdə izləməyi unutmayın dostlar. Bəli dostlar, sonra bu belə hələ qalıb da dostlar. Hələ bu hekayələrinə baxaq. Sizlər üçün hamısını atacağam inşallah. Bəli dostlar, bir videomuzun dost belə sonuna gəldik. Bir 3-cü bölümünə belə sonuna gəldik. Sizlərə qopsun. Yəni videoları hər attığım videoları izləməyi, like atmağı, kanalıma abunə olmağı, abunə olmayanlar təbii ki də video baxıb like atmayanlar təbii ki də bildirişləri açmağı, yəni deyirəm bildirişləri açmayanlar təbii ki də bildirişləri açmağı, çünki bu gördüyünüz kimi hər gün yeni bir oyun və yeni bir bölüm gəlir. Onlardan xəbər tutmaq istəyirsinizsə mütləq dostlar bildirişləri açın. Və dostlar biz 3-cü bölümün sonuna gəldik. Sabahda falan nə vaxtsa yəni o sürpriz olsun. 4-cü bölüm mütləq bu yaxınlarda gələcək dostlar. Onu da atanda izləməyi unutmayın. Videomuz buraya qədər dostlar. Əziz dostlar, çox uzatmadan video like atıb abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Gələn videoda görüşənədək sağ olun.